Bilin bak. Buradan başladım ayağım. Ayağıma budum ağrıyor, dizim. Şimdi burası ağrıyor. Burası. Bir de ama belimden de bu ayağımda keyleşti. Keyleşme ameliyattan qabaq var idi mi? Ha, var. Ameliyattan sonra da qaldı oldu çünkü. Həkimə mən dedim ki, bu necə olacaq dedi, açılacaqdır. O keyleşme bu ne? Beline 8 tane implant koydular ya. Ha, gezə bilmirəm, inansız həkiməm, yatı bilmirəm. Reyhanə xanım, göstər bir daha bizə Elgizler'dən Efrenler Qoşulu aksiyamızın qonağıdır. Husus prosedurlar bilməyə söz vermişik, inşallah icra edirik. Xanım öncədən bel cərrah əməliyyat keçirib, onurğasında 8 dənə implant var. Fəqərlərinə bilmirəm nə məqsədlə onurğa əməliyyatı. Amma hal-hazırda problem həm belinin oynaq ağrısıdır, yəni implantlardan sonra bu oynaqlar artıq hərəkət eləmədiyi üçün kirəclənmədiyi oynaqlarda bu ağrı verə bilir. Əlavə olaraq sakroiliak omurqalçı oynağında artrozu var. Onun indi hal-hazır sakroiliak oynaq daxilindən steroid injeksiyasını icra edəcək və yanaşı olaraq bel əzələsinin dartılmasına görə iynə olacaq. İmplant əməliyyatı olan xəstələrdə bir müddət sonra əməliyyat olmayan, implant olmayan oynaqlarda artıq pozulma başlayır. Bu da növbəti əməliyyatı artıq göstəriş kimi özünü önə çıxarır.